بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين والنار للملحدين والمعاندين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطيبين الطاهرين المعصومين المنصوصين المنتجبين واللعن على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Aziz Müslüman bacı kardeşler, bu günləri biz çox möhtərəm bir vaxtda, nurani bir günlərdə qərar tapmışıq. Bu münəvvər günlər ibarətdir Ramazan ayı günlərindən. Allah-u Teala şakirəm ki, nəfəsimi sinəmdə həbs eləmədi, ruhum bədənimi tərk eləmədi, cismim ruhuma mərkəb olaraq onu bu mübarək günlərə qədər daşıdı. Əzizlər, Allah yanında ayların sayı 12 dənədir. Doğrudur ki, bunların tamamı Allaha məxsusdur. Amma bilmirəm nə hikmətdirsə, Allah onların heç birini özünə nisbət verməyir. Allah'a yan verirəm şəhrullah olan bu ayın əzəmətinə, hörmətinə, qüdsiyyətinə, Allah-u Teala qatındakı olca əzəmətinə, mənzilətinə, qəlbə səfa gətirən, qəlblərə siqəl verən, ruhları oxşayan, ruhlara cila verən bu ayı hamılarımıza mübarək eləsin. Əzizlər, bu vaxtlar Allahın neyməti üzmasıdır ki, biz bu ayda hazır olmuşuq. Allah bu neyməti əlimizdən almasın, Peyğəmbər və Ali Peyğəmbər xatirinə və həmçinin bu ayın şəhidi, şahı vilayət, Yəsubuddin, Qaidul Qurril Muhaccəlin, Əsədullahil Qalib, Əli ibn Əbi Talib əleyhissalamın ehtiramına bu neymət-i müzmanı əlimizdən almasın. Allah nə qədər torpaq altına gedən ölənlərimiz var, onları da bağışda ginən, məğfirət, mərhəmət, inayət elə ginən. Bəndə günahkar olmaz, günahsız olmaz, bəndə caizül xətadır. Allah ölənlərimizin də istəyənlərimizlə bahəm, cəmi əli şiyəsini nə qədər dünyaların dəyişiblər, hamısının günahlarının üstündən qələm əfv çəkkinən. Bu ayın rəhmət yelin aləm-i bərzəxdə onların üzərinə əstirginən pərverdigarı aləm. İlahi sənə and verirəm, Məzlum Hüseyin əleyhissalamın ehtiramına. Torpağın üstündə qalanlarımızı da bu ayın feyzindən binəsiz eləməginən, hamılarımızı bu yolda sabit qədəm eləginən. Əzizlər, hünər odur ki, insan bu ayda özün bağışlada. Hünər bu deyil ki, insan süb azanından şam azanına da özün mıxa bağlanmış dördələyəli kimi ac qalmağa məhkum eləyə. İnsan maddi qidaları necə özünə qadağan eləyir bu bir ayın içərisində, cisminə qadağan eləyir, maddi bədəninə qadağan eləyir. O orucluğun ləzzətin ki, maddi bədəninə dadızdırır bu heç. Amma bunu ilə bərabər ruhun da istəkləri var, ruhun da ehtiyacı var. Ruh da istəyir təmizlənə. Ruha da gərək o insanın iç dünyasını, mənəviyyatını viranə qoyan, günah adlı ruhu büdrəmələri qadağan eləsin özünün mənəviyyatına, iç dünyasına, tayin ki ruhu pakizə olsun. Bu ayın ləzzətlərini datsın, bu aydakı o raihəni qoxlasın, müəttər olsun, bu aydan ləzzət aparsın. Bunun üçün insan gərək ruhun kirlənməsinə, his basmasına, toz basmasına bais olan amillərdən uzaq olsun axı. Qeybət kimi, yalan danışmaq kimi, iftira atmaq kimi adi yalanları deyirəm. Amma Peyğəmbər, İmam Allah adına bağlanan yalanlar orucu batil eləyər. Əslində insan 11 ay ərzində ruhu büdrəmə olan günahlar vəsiləsi ilə kirrətdiyi ruhunu, paslaşdırdığı qəlbini gərək Ramazanın rəhmət, bərəkət suyu ilə qusl eləsin, suya çəksin.
Hünər budur. Bu ay 11 aylıq kiri, tozu, pası təmizləmək üçün günahkar bəndiyə verilmiş analogu olmayan bir fürsətdir, bir girəvədir. İnsan gərək bunu qənimət bilər. Çünki bəlkə heç xuda nəkərdə o biri Ramazana gedib yetişmədin. Yerin üstündə qalmaq sənin imkanın olmadı, sənə nəsib olmadı. Əzrail ki, Mələkül Mevd əleyhissalatu vəssalam yerin altındakı yığıncağa ki, insan üçün dəvətnamə göndərmir. Bir də gördün ki, gəldi, bəli, vurdu qoltuğunu, apardı yerin altına. Ona görə də nə qədər yerin üstündəsən, nə qədər başın üstündədir bu günləri fürsət bilginən, neymət bil, təmizlə ruhu, 11 ayın o yığılıb qalan çirkablarından, ləkələrindən, çürüntülərindən. Əzizlər, Ramazan ayının nə qədər uca, nə qədər şərəfli, nə qədər müqəddəs bir ay olduğunu biz həm Allahın kitabı olan müqəddəs Qur'an-ı Məciddə görürük, həm də ki, Peyğəmbər İslam əleyhissalatu vəssalamın sünnətində görürük. Rəsul Xudanın ən əzəmətli ilahi çağırışlarından biri olan Ramazana çağırış sədası Həzrətin xütbələrində, təqrirat və bəyanatlarında ən yüksək pillələrdə yer alır. Həzrət orucluğu Allahın dininin ayaqda durma sütunlarından biri kimi qərar verib, tanıtdırıb. Ələm kibar-ı uləma-i şiyədən olan, Allah rəhmət eləsin, Əllamə-i buzurqvar-ı Qureyni qəddəsəllahu nəfsəhu zəkiyyə Rizvanullahi Teala aleyh ki, şiyənin fəxridir, özünün şərif kitabı olan Əl-Usul minəl-Qafidə 4-cü cild səhifə 41-də Kitab-ı Siyamda bir dənə bab gətirib, Bab-ı Macaə fi fəzl-i-sovm və s-saim. Həmin o babda birinci hədis-i şərifi sənədi ilə gətirib, bu rəhmətli buyurur, Ən Zürarətə, Ən Əbi Cəfər. Hədisi Zürarə İmam Baqir-ül-Ulumin Nəbidən nəql edir ki, ağa buyurur, Qalə buniyəl-İslam əla xəmsəti əşya. İmam-ı Məsum buyurub ki, İslam 5 şeyin üzərində bina olunur, 5 şeyin üstündə qərar tutur. Yəni, İslamın əsas dayaqları 5 şeydir. Ağı onları bir dənə sayır deyir, Əl-Səlat və Zəkat vəl-Həcc və-s-Sovmi vəl-Vilayə. İslamın birinci əsas dayağı namazdır, əzizlər. İmam Əleyhisselamın hədis-i şərifində əlfazın düzülüşü nöqteyi nəzərdən ikinci yerdə yer alıb zəkat, üçüncüsü həccdir. Biri sovmudur, biri isə vilayət-i Əli və övlad-ı Əli əleyhissalatu vəssalam. Əfzəlüs-salavat-ı musallin əleyhim əcməin. Və qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurur, bu dinin müəssisi olan, bu dinin əməkdar müəllimi olan Həzrəti Əli əleyhissalam kimi bir şəxsiyyəti öz əhl-i beyt bağçasında becərdib, böyüyüb başa çatdıran Həzrəti Xətmi Mərtəbət buyurdu ki, Əs-sovmu cünnətun minən-nar. Həzrət Rəsul bu ibarəti deməklə orucun fəzilətinin bir miqdar irəli çəkir. Buyurur, oruc insanı cəhənnəm atəşindən qoruyan sipərdir. Bu hədis-i şərif əzizlər Bihar-ül-Ənvarın 93-cü cildində səhifə 256-da gəlir. Vəsail-i Şiyənin 10-cu cildi səhifə 195-də də gəlir. Həmin Üsul-i Kafinin bu səhifəsində ikinci hədisdə də gətirib buyurur ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləm qalə li əshabi. Rəsul Xuda öz əshabına buyurdu. Peyğəmbər əleyhissalatu vəssalam ki, gördü səhabə başına cəm olub, başladı onlara bir dənə bir əhəm məsələ, əhəm mövzu haqqında danışmağa. Buyurdu ki, Əla uxbirukum bi şeyin in əntum fəaltumuhu təbaədəş şeytanı minkum kəma təbaədəl məşriqu minəl-məğrib. Həzrət buyurdu ki, ey mənim əshabım, aya sizə xəbər verin bir şeydən ki, əgər siz o işi görsünüz, məşriqin məğribdən uzaq olduğu kimi şeytan sizdən uzaq olar. Qalu bəla, qalu bəla.
Peyğəmbər əleyhissalatu vəssalamın başına yığılan bu əshab hamısı bir ağızdan dedilər ki, bəli ya Rəsulallah, deginən. Qalə əs-sovmu yusavvidu vəchəh. O şeyin ki, biri və birincisi oruç tutmaqdır. Bu oruç tutmaq şeytanın üzün qaraldar. Ey mənim əshabım. وَالصَّدَقَةُ تَقْسِيرُ الظَّهْرَ. Bir amildə sədəqə verməkdir ki, şeytanın belini şəkk edir, kəmərin sındırar. وَالْحُبُّ فِي اللّٰهِ وَالْمُوَاظَبَةُ عَلَى الْعَمَلِ الصَّالِحِ يَقْطَعُ دَابِرَهُ. Allah'a xatir sevmək, Allah'a xatir dost olmaq və salih əmələ müvazib olmaq şeytanın arxasını sındıran, arxasını viran qoyan amillərdəndir. Vəl-istiğfaru yəqdəu vətənəhu. Çalış bu ay imanını istiğfarla, şəmşir-i bürran ilə gilən. Ta gələsən şeytanın qəlbinin damarlarını kəsəsən, doğrayasan. Niyə? Çünki istiğfar şeytanın qəlb damarlarının beynasını kəsən amildir, Peyğəmbər əleyhissalatu vəssalam buyurur. Həzrətin o günü əshabı olan bu fərmayişi əzizlər dolayısıyla bizə də bir mesajdır. Həzrət axırda buyurdu ki, لِكُلِّ شَيْءٍ زَكَاتٌ və zəkatul əbdani ya zəkatul ədsad. Hər iki təbir doğrudur. Həm zəkatul əbdan, həm zəkatul ədsad. Yəni bədənlərin zəkatı, cəsədlərin zəkatı əsyamdır, oruç tutmaqdır. Allah deyir, Peyğəmbər əleyhissalam deyir, hər şeyə zəkat qərar verir. Amma bədənlərin zəkatı oruç tutmaqdır. Xəlifətür-Rəhman, İmam-ı İns-i Vəccan, Sultan-ı Zəmin-i Asiman, Əli ibn Əbi Talib əleyhissalatu vəssalam özünün fəsahət və bəlağət okeanı olan Nəhcül Bəlağəsində buyurub ki, vəssiyam ibtilaən li-ixlasil xəlq. Allah orucu deyir, ona görə şəriətin tərkib hissəsi qərar verir. Ona görə vacib eləyib ki, insanlarda ixlas ruhu pərvəriş tapsın, inkişaf eləsin, tərbiyyət olunsun ixlas ruhu. İxlas özü bir əmr-i mənəvidir. İnsan özü deməklə mən müxlisəm, müxlis olmaz ki. İnsanın müxlis olması, ixlaslı olması onun əməlinin vasitəsiyləndir. Əməl sabit eləyir ki, bu adam müxlis bəndədir, müxlis şiyyədir, müxlis ümmətdir. Dildə olmaz. Allame-i Buzurgvar Məclisi Qəddəsəllahu Nəfsəhu Zəkiyyə Biharın 93-cü cildi səhifə 256-da bir dənə bir calib bir hədis gətirib. Deyir,